2017-ci il martın 29-da Binəqədi rayon 6-cı polis bölməsinə könüllü təslim olan Qobustan rayon sakini İsrail Cəlilov rəsmi qaydada boşandığı həyat yoldaşını qətlə yetirdiyini bildirib. Məlumatla əlaqədar polis və prokurorluq əməkdaşları məhkəmə tibb ekspertinin iştirakı ilə Biləcəri qəsəbəsi, Natavan küçəsi 3 ünvanına baxış keçiriblər. Aysel Cəlilovanın meyidi çoxsaylı bıçaq xəsarətləri ilə, habelə boyun arteriyası kəsilmiş vəziyyətdə hamam otağında aşkar edilib. 2017-ci il martın 29-da Biləcəri qəsəbəsi, Natavan küçəsi 3 ünvanında yaşayan 1995-ci il təvəllüdlü Aysel Cəlilovanın öldürülməsi barədə Binəqədi rayon 6-cı polis bölməsinə və rayon prokurorluğuna məlumat daxil olub. Bununla əlaqədar prokurorluq əməkdaşları tərəfindən məhkəmə tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyidə baxış keçirilib. Qan ləkələrindən nümunələr, mətbəx bıçağı və digər əşyalar qablaşdırılaraq götürülür. 6-cı polis bölməsi məsul növbətçisinin raportuna əsasən martın 30-u gecə saat 00:15-də qadının keçmiş həyat yoldaşı İsrail Cəlilov könüllü gəlib təslim olub. 1990-cı il təvəllüdlü İsrail Cəlilov əvvəllər məhkum olunmayıb. Qobustan rayonunun Qurbançı kəndində qeydiyyatda olmaqla orada yaşayıb. Aysel Cəlilovanın qəsdən öldürülməsi faktı üzrə Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə Binəqədi rayon prokurorluğunda cinayət işi başlanılıb. Məhkəmə tibbi ekspertizasının rəyinə əsasən Aysel Cəlilovanın bədən səthində 12 ədəd kəsilmiş yara aşkar edilib. Ölümünə ümumi və xarici yuxu arteriyasının zədələnməsi ilə müşahidə olunan massiv qan itirmə səbəb olub. İstintaqla müəyyən edilib ki, İsrail Cəlilov şəxsi münasibətlərin pozulması zəminində Binəqədi rayon məhkəməsinin 7 noyabr 2016-cı il tarixli qətnaməsi ilə rəsmi qaydada boşandığı Aysel Cəlilova ilə yenidən barışmaq barədə razılığa gəlib. 2017-ci il martın 29-u saat 20 radələrində keçmiş yoldaşının 2 azyaşlı övladı ilə birlikdə anası və qardaşı ilə yaşadığı Biləcəri qəsəbəsi, Natavan küçəsi 3 ünvanına gələrək onlarla şam edib. Sonra çinmək üçün evin həyətində olan hamam otağına keçib. Orada olanda qadına həyətdən səs eşitdiyini və cavan oğlanın hasardan aşmağını gördüyünü irad tutaraq ondan həmin şəxsin kim olduğunu soruşub. Aysel Cəlilovanın qeyri-dəqiq və kobud cavablar verməsindən, habelə mobil telefonu yerə çırpmasından daha da şübhələnib, onun başqa şəxslə görüşdüyünü ehtimal edərək qısqanclıq zəminində keçmiş arvadını öldürməyi qərarlaşdırıb. Bu məqsədlə mətbəxə keçib, dolabdan zavod üsulu ilə hazırlanmış məişət təyinatlı bıçağı götürərək hamama qayıdıb. Ailə üzvləri ona maneçilik törətməsin deyə hamamın qapısını arxadan bağlayıb, müstəsna dərəcədə rəhimsizliklə Aysel Cəlilovaya bıçaqla çox saylı zərbələr endirib. Qadının qışqırığına gəlmiş anası və qardaşının yalvarışlarına məhəl qoymayaraq hərəkətləri ilə onlara əzab verdiyini anlayıb. Boynunu kəsərək zərər çəkmişi xüsusi amansızlıqla qəsdən həyatdan məhrum edib. İş üzrə dindirilmiş İsrail Cəlilov bildirib ki, 2013-cü ildə atasının xalası nəvəsi Aysel Gülverdiyeva ilə rəsmi qaydada ailə qurub. Nigahdan 2 övladları dünyaya gəlib. Evləndikdən sonra onun valideynləri ilə birlikdə yaşayıblar. Aysel tez-tez küsərək atasının evinə çıxıb gedib. Bu da münasibətlərini daha da kəskinləşdirib. Hər dəfə gedəndən sonra ya onun valideynləri, ya da ki özü həyat yoldaşını evə gətirib. Axırıncı dəfə 2016-cı ilin aprel-may aylarında Aysel yenə də uşaqlarını götürüb atası evinə gedib. Arvadı hamıya, güya onun içkili və nəşəli halda gəlib onu boğmaq istədiyi üçün evdən getdiyini bildirib. Əslində isə belə şey olmayıb.
Bundan sonra o və valideynləri bir neçə dəfə qadını geri gətirmək istəsələr də, Aysel müxtəlif bəhanələrlə qayıtmaqdan imtina edib. Həmin ilin yayında yoldaşı boşanmaq üçün Binəqədi rayon məhkəməsinə müraciət edib və payızda məhkəmə qaydasında ondan ayrılıb. Buna baxmayaraq uşaqları ilə görüşmək üçün Ayselgilə gedib gəlib. Bir neçə aydan sonra ata-anası keçmiş arvadının anası ilə razılığa gəlib onları barışdırıblar. Amma Aysel onların evində yox, öz heyətlərində olan otağı təmir edib, orada yaşamaq şərti ilə barışmağa razılaşıb. 2017-ci il martın 29-u saat 20 radələrində gələndə keçmiş yoldaşı, uşaqları, anası və qardaşı evdə olublar. Görüşüb onlarla birlikdə çay içib. Ayselə alış-veriş üçün 50 manat pul verib. Qadın da gedib marketdən ərzaq və çörək alıb. Yemək yedikdən sonra çimmək üçün hamam otağına keçib. Ardınca yoldaşı da dəsmalı gətirib. Həmin vaxt küçədən bir qız yoldaşını səsləyib. Qaynanası da Ayselin hamamda olduğunu deyib. Qapıya yaxınlaşıb çölə baxanda qara gödəkçədə orta boylu bir oğlanın heyətdən hasara çıxıb çölə tullandığını görüb. Oğlanın kim olduğunu soruşanda arvadı heyətdə heç kəsin olmadığını bildirib. Ayselə telefon işlətməyə heç vaxt icazə verməsə də, həmin vaxt onun şalvarının cibindən səs gəlib. Kimin telefonu olduğunu soruşanda o qardaşının telefonu olmasını deyib və hamamda aparatı yerə çırpıb. Artıq Ayselin kiminləsə sevgili olduğunu, barışığa razılıq verməsinə baxmayaraq kənar şəxslə görüşdüyünə tam əmin olub və bu səbəbdən onu öldürmək qərarına gəlib. Şalvarını geyinərək Ayselə indi gələcəyini deyib mətbəx otağına keçib. Şkafdan bıçağı götürüb dəsmalın arasında gizlətib və geri qayıdıb. Həmin vaxt qonaq otağında yemək yeyən qaynanası və qaynı mətbəxdən bıçağı götürməyini görməyiblər. Hamama girən kimi qadın çölə qaça bilməsin deyə qapını arxadan bağlayıb. Əlində bıçaq görən Aysel boğazını cırmaqlamağa və qışqırmağa başlayıb. Müqavimətini qırıb onu yerə yıxıb, arxadan kənəsini tutub və sağ əlində saxladığı bıçağı boğazının sol tərəfinə sancıb. Ayselin səsinə gələn anası və qardaşı qapını döyməyə başlayıblar. Qadını buraxaraq qalan paltarlarını götürüb və qapını açıb. Qaynanası yerdən götürdüyü ağ rəngli plasmas boru ilə onu başından və dizindən vurub. Qadının əlindən çıxıb evə girib və paltarlarını geyinib. Bıçağı qapıdan çıxan kimi pilləkənin yanına atıb və hasarın üstünə çıxıb küçəyə tullanıb. Ara yollarla əsas yola çıxıb. Tutulacağını bildiyi üçün özü birbaşa 6-cı polis bölməsinə gedib təslim olub. Elə zaborun üstündən nəfər tullandı, abratında yenə qayıtdı. Sonra cebindəki telefon zəng gəlirdi. Mən telefon verməmişim yoldaşıma bir günəcə. Soruşdum ki, telefon kimin telefonudur? Demədi. Götdü, atdı yerə. Sorum ki, yığdı, fikir vermədi. Ondan sonra mən də getdim, çay götdüm, kəsdim başım. Ayselə bıçaq zərbələri vurarkən çox aqressiv olub. Sonda sol tərəfinin yumşaq yerindən bıçağı salıb sağa doğru çəkərək boğazını kəsib. Suallarına o cavab versəydi, belə hadisə də olmazdı. Heç vaxt Ayselin hər hansı şəxslə ünsiyyət saxlamasını müşahidə etməyib. Barışıq olmuşdu, gedib ərzəyə götürəcək idik. Elə bir həftə ərzində evi remont edəyək. Amma dayısına demişdi ki, evi remont edəyək. Bəs gedib sonra mən barışıq ərzəsini götürəcəm. Peşmanım bir dənə uşaqlara görə, belə ölüm söhbətinə görə yox. Ölümə görə yox. Zərər çəkmiş şəxsin hüquqi varisi Nurcahan Abdiyeva ifadəsində göstərib ki, 2013-cü ildə qızı Aysel qohumları İsrail Cəlilovla ailə həyatı qurub, kürəkəni sürücü işləyib. Qızından aralarında yaranmış münaqişələrin səbəbini soruşanda qaynanasının hər xırda məsələni böyütdüyünü, ərini tez-tez onun əleyhinə yönləndirərək döydürtdüyünü, həmçinin İsrailin narkotik vasitə istifadəçisi olduğunu bildirib. Axırıncı dəfə 2016-cı ilin aprel ayında Aysel yenidən küsərək onlara gəlib və ər evinə qayıtmaqdan imtina edib. 6-7 aydan sonra qızı məhkəmə yolu ilə boşanıb. Rəsmi qaydada boşansalar da İsrail yenə də Aysellə barışmaq istəyir. 2017-ci ilin mart ayında
qudaları gələndə onlara yenə eyni söz-söhbətlərin olacağını və əgər barışıq olacaqsa, qızının onlarda qalmaq istəmədiyini deyib. Həyətdə olan bir otağı onlara verərək orada yaşamaqlarını təklif edib. Martın 29-unda qızı əllərini yumaqdan ötürü həyətə gedib. İsrailin siqaret çəkmək üçün ardınca çıxdığını fikirləşib. Həmin ərəfədə Gülşən adlı qonşusu onlara gəlib. 10-15 dəqiqədən sonra Ayselin hamam otağında qışqırdığını eşidib dərhal həyətə çıxıblar. İsrailə qapını açması üçün yalvarıb. O qapını açan kimi Ayseli yerdə qana bulaşmış, uzanıqlı vəziyyətdə görüblər. İsraili tutmaq istədikdə o qapıdan çıxa bilməyəcəyini görüb evə tərəf qaçıb. Bıçağı yerə atıb, giriş qapısının önündə olan pilləkənlərə qalxaraq hasarın üstünə çıxıb və yola tullanıb. Nurcahan Abdiyeva bildirib ki, İsrail hansı səbəbə görə Ayseli öldürməsini heç cür izah etməyib. Onun istintaqda evin həyətində tanımadığı şəxsi gördüyünü, telefonuna zəng gəldiyi üçün Ayseli öldürdüyünü bildirməsi tamamilə yalandır. Həqiqətdə belə bir şey olmayıb. O qızına böhtan atır. Aysel həqiqətən mobil telefon işlətməyib. Hadisə zamanı üzərində olan telefon qardaşına məxsus olub. Şahid qismində dindirilmiş Fuad Abdiyev bildirib ki, Aysel Cəlilova onun bibisi qızı olub. Aysel İsraildən ayrılandan sonra aliment üçün məhkəməyə müraciət edib, lakin sonuncu məhkəmənin müəyyən etdiyi məbləği ödəməyib. Buna görə də İsrail bir neçə dəfə ondan alimentlə bağlı ərizəni geri götürməsi üçün Aysellə danışmağını xahiş edib. Şahid qeyd edib ki, Aysel ayrıldıqdan sonra uşaqları ilə həmişə evdə olub, heç yerdə işləməyib, heç kəslə əlaqəsi olmayıb. Təqsirləndirilən şəxsin onun haqqında söylədikləri yalandır. Məcburi narkoloji tibbi yoxlamanın rəyindən görünüb ki, İsrail Cəlilovda müayinə zamanı narkomaniya və ya alkoqolizm xəstəliyinin əlamətləri aşkar olunmayıb. Məhkəmə psixoloji ekspertizasının rəyinə görə təqsirləndirilən şəxsin əməli Cinayət Məcəlləsinin 21-ci anlaqsızlıq maddəsinin təsiri altına düşməyib. Aysel Cəlilovanın meyidinin üzərindən aşkar edilmiş Samsung markalı mobil telefona baxış keçirilib. Məlum olub ki, martın 29-u saat 21 radələrində 2 nömrədən zəng daxil olub. Zəng edənlərdən biri marketdə işləyən Anar adlı satıcı olub. O dükana olan borclarını qaytarmasını bildirib. İkinci nömrə qonşuları Gülşən Xudiyevanın bacısı Aytənə məxsus olub. Beləliklə də İsrail Cəlilovun şübhələrini təsdiq edən heç nə aşkar edilməyib. Məhkəmə iclasında İsrail Cəlilov ittiham üzrə özünü təqsirli bilib. Məhkəmə hesab edib ki, onun əməli İbtidai İstintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 120.2.4-cü xüsusi amansızlıqla qəsdən adam öldürmə maddəsi ilə düzgün tövsif edilib. Cəlilova təqsirli bilindiyi maddənin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir və o, cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 1990-cı il təvəllüdlü İsrail Cəlilov 17 il müddətinə azadlıqdan məhrum olunub. Hökmdən narazı qalan şəxs apellyasiya şikayəti verib. 2017-ci il oktyabrın 18-də Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə hökm dəyişdirilmədən saxlanılıb. 2020-ci il iyulun 30-da Suraxanı rayon polis idarəsinin əməkdaşları daxil olan məlumat əsasında Yeni Suraxanı qəsəbəsində yerləşən fərdi evdə üzərində 49 ədəd yara ilə Məmməd Hüseynovun meyidini aşkar ediblər. Araşdırma zamanı məlum olub ki, bundan 3 gün əvvəl onu birlikdə psixotrop maddə metamfetamin qəbul edəndən sonra xuliqanlıq niyyəti ilə Lənkəran rayon sakini İlkin Həsənov öldürüb. Zərər çəkmişə xəsarətlər bıçaq və çəkiclə yetirilib. 2020-ci il iyulun 30-da Daxili İşlər Nazirliyinin 102 xidmətindən verilən məlumat əsasında Suraxanı rayon polis idarəsinin əməkdaşları Yeni Suraxanı qəsəbəsi Mərkəzi küçəsi 339 saylı evdə üzərində çoxsaylı xəsarətlərlə kişi meyidini aşkar ediblər.
Dərhal sonra prokurorluq əməkdaşları məhkəmə tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyidə baxış keçiriblər. Maddi sübut olaraq qan nümunələri, bir ədəd mətbəx bıçağı, kustar üsulla hazırlanmış çəkic, balış üzü və siqaret kötükləri qablaşdırılaraq götürülüb. Suraxanı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanılıb. Təyin olunan məhkəmə tibbi ekspertizasının rəyinə görə Məmməd Hüseynovun ölümünə ürəyin və hər iki ağciyərin zədələnməsi nəticəsində törənən kəskin daxili və xarici qan itirməsi səbəb olub. Ölüm müayinədən təxminən 3-4 gün əvvəl baş verib. İyulun 31-də şübhəli şəxs qismində 1976-cı il təvəllüdlü İlkin Həsənov saxlanılıb. O, Lənkəran rayonunda qeydiyyatda olmaqla Bakı şəhərinin Yeni Suraxanı qəsəbəsində yaşayıb. İstintaqla müəyyən edilib ki, İlkin Həsənov tanışı Məmməd Hüseynova məxsus Yeni Suraxanı qəsəbəsində yerləşən fərdi yaşayış evində iyulun 27-si saat 6 radələrində onunla birlikdə psixotrop maddə metamfetamin qəbul edib. Narkotik vasitənin təsirində olarkən ev sahibinin evini tərk etməsi tələbini cüzi səbəb kimi bəhanə edən Həsənov xuliqanlıq niyyəti ilə onu öldürmək qərarına gəlib. Otaqdan götürdüyü məişət təyinatlı bıçaqla Məmməd Hüseynovun sol yanağına, boynuna, sinəsinə və qollarına zərbələr vuranda sonuncu döşəmə üzərindən götürdüyü çəkiclə özünü müdafiə etməyə çalışır. İlkin küt aləti əlindən aldıqda Məmməd ayaq yoluna girib qapını bağlayıb. Amma Həsənov güc tətbiq etməklə oranın qapısını açıb tanışına bıçaq və çəkiclə çoxsaylı xəsarətlər yetirməkdə davam edir. Hüseynov zərbələrdən müvazinətini itirərək yerə yıxılıb. Onu öldürməməsinə dair yalvarışlarına məhəl qoymayan təqsirləndirilən şəxs rəhimsizliklə başına və bədəninin müxtəlif nahiyələrinə daha 43 dəfə zərbə indirib. Bu hərəkəti ilə o zərər çəkmişi xüsusi amansızlıqla qəsdən həyatdan məhrum edib. İş üzrə dindirilmiş İlkin Həsənov bildirib ki, Məmməd Hüseynovu hadisədən 2 il əvvəl narkotik vasitə istifadə edən şəxs kimi tanıyıb. Özü Bakıda müxtəlif ünvanlarda kirayədə qalıb. Məmməd isə hadisə baş verən evdə tək yaşayıb. 2019-cu ilin oktyabr ayından tanışının evində yaşamağa başlayıb. Orada dəfələrlə narkotik vasitələr qəbul ediblər. 2020-ci ilin yanvar ayında Lənkəran rayonunda adını bilmədiyi İran vətəndaşından şəxsi istifadəsi üçün 400-500 manatlıq heroin alıb. Narkotik vasitəni Məmmədlə birlikdə həm istifadə edib, həm də satıblar. İyulun 27-si səhər saatlarında hər ikisi metamfetamin qəbul edib, qonaq otağında televizora baxıblar. O otaqda pəncərə tərəfdə yerdə, Məmməd isə qapının yanında yorğan döşək sərib uzanıblar. Qarpız kəsib yedikdən sonra tanışı qabı mətbəxə aparıb, bıçaq isə döşəmədə qalıb. Qayıdandan sonra söhbət əsnasında Məmməd ünvanına nalayiq ifadə işlədib. Əsəbləşib tanışını söydükdə sonuncu sağ tərəfində olan çəkici götürüb onu vurmaq istəyib. O sol əli ilə Məmmədi qolundan tutub və yerdə qalan bıçağı götürüb sol yanağına və döş qəfəsinə zərbələr endirib. Neçə bıçaq zərbəsi vurduğunu xatırlamır. Xəsarətləri yetirsə də tanışının əlindən çəkici ala bilməyib. Məmməd yerindən qalxıb otaqdan çıxmaq istəyəndə dərhal arxasınca gedib, boynuna və qollarına bıçaqla zərbələr endirib. Hüseynov zərbələrdən yayınmaq üçün mətbəxə qaçıb və çaydanı götürüb ona doğru atıb. O yerdən çəkici götürüb, Məmməd isə ayaq yoluna daxil olub və qapını bağlayıb. Qapını açmasını tələb edəndən sonra ayaq zərbəsi ilə qapını açıb və çəkiclə tanışına xəsarətlər yetirib. Məmməd müqavimət göstərərək maykasını cırıb. Endirdiyi çoxsaylı xəsarətlər nəticəsində ev sahibi üzü üstə yerə yıxılıb. Onun öldüyünü gördükdən sonra əynindəki maykanı çıxarıb, bıçağı və çəkici ayaq yolunun qapısının yanında atıb. Evdən çıxıb həmin gün anadan olduğu Lənkəran rayonunun Vəravul kəndinə yollanıb.
3 gündən sonra əmisinin telefonu ilə polisə zəng edərək hadisə barədə məlumat verib. Zərər çəkmiş şəxsin hüquqi varisi Nəcəf Hüseynov ifadəsində göstərib ki, qardaşı Məmməd 2 dəfə ailə həyatı qurub. Uzun müddət Rusiyada yaşayıb və orada inşaat sahəsində işləyib. 2001-ci ildə Bakı şəhərinə gəlib. Azərbaycana qayıdandan sonra onun narkotik vasitələr istifadə etdiyini öyrənib. Ailə üzvləri narkotik maddələr istifadə etməməsini bildirsələr də, Məmməd vərdişindən əl çəkməyib. Əlaqələrini kəssələr də, kənardan himayə edərək yaşaması üçün ona ev alıblar. İyulun 20-sində Məmmədi Qaraçuxur qəsəbəsində iş yerində görüb. Taksi ilə yanına gələn qardaşı həkimə getməkdən ötürü ondan pul istəyib. Məmmədə 25 manat pul verib. Həkimdən çıxanda ona zəng etməsini tapşırıb. Qardaşı ilə axırıncı dəfə iyulun 23-də telefonla danışıb. Şahid Rəcəb Abbasov ifadəsində göstərib ki, iyulun 30-da polis əməkdaşı ona zəng edib, qardaşı Məmmədin yaşadığı evdə öldürüldüyünü bildirib. Buna görə Yeni Suraxanı qəsəbəsində yerləşən evinə yollanıb. Məmmədin meyidi ayaq yolunda aşkar edilib. Qardaşının İlkin Həsənov tərəfindən hansı səbəbdən qətlə yetirildiyini bilmir. Şahid İgid Həsənov bildirib ki, onun böyük qardaşı İlkin subay olub. Heç vaxt ailə həyatı qurmayıb. Mütəmmadi narkotik vasitələr qəbul edib. Bir neçə dəfə məhkum olunub. Qardaşı ilə münasibəti yaxşı olmayıb. Məmmədi İlkinin vasitəsilə tanıyıb. Onunla münasibəti yaxşı olub. Qardaşı son vaxtlar tanışının evində yaşayıb. Axırıncı dəfə İlkini 2020-ci ilin may ayında görüb. İyulun 27-si səhər saat 6 radələrində qardaşı zəng edib yaşadığı ünvanı soruşduqda ona yalandan Müşfiq qəsəbəsində qaldığını və evini tapa bilməyəcəyini deyib. O İlkinə özü yanına gələcəyini bildirəndə sonuncu razılaşıb, amma ora getməyib, çünki onunla görüşmək istəməyib. 40 dəqiqədən sonra qardaşı zəng vurub gəlməməsinin səbəbini soruşanda o karantin rejimi ilə əlaqədar polis postundan keçə bilmədiyini söyləyib. İlkin ona rayona gedəcəyini deyərək 20-30 manat pul istəyib. O da qardaşına ona verəcək pulu olmadığını bildirib. Anasına zəng edərək İlkinin rayona gələcəyini xəbər verib. Bundan bir neçə gün sonra əmisi əlaqə saxlayıb. Ondan İlkinin adam öldürüb öldürmədiyini soruşub. O da bu haqda məlumatı olmadığını bildirib. Məhkəmə narkoloji ekspertizasının rəyinə görə İlkin Həsənov da tiryək alkaloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui istifadə edilməsi nəticəsində narkomaniya xəstəliyi aşkar olunub. Məhkəmə iclasında İlkin Həsənov ittiham üzrə özünü qismən təqsirli bilib. Zərər çəkmiş şəxsin hüquqi varisi təqsirləndirilən şəxsə ömürlük cəza təyin olunmasını xahiş edib. Məhkəmə hesab edib ki, İlkin Həsənovun əməli İbtidai İstintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 120.2.2 və 2.4-cü xuliqanlıq niyyəti ilə və xüsusi amansızlıqla qəsdən adam öldürmə maddələri ilə düzgün tövsif edilib. Odur ki, o, həmin maddələrlə təqsirli bilinməli və cəzalandırılmalıdır. 2021-ci il martın 4-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 45 yaşlı İlkin Həsənov cəzasının ilk 3 ilini həbsxanada, qalan hissəsini ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməklə 20 il müddətinə azadlıqdan məhrum olunub.